olmuş bir hadisə. Həqiqətən dinimiz çox gözəldir. Valideynin yaxşılığı, onun xidmətinə durmaq. Yəni, başqa birisi İslam dinini seçir buna görə. Yəni, Amerikalı bir müsəlman, bir qadın belə deyir. Baxın, məni İslama gətirən əsas səbəb İslamın valideynlərə yaxşılıq mövzusu oldu. İslam sözünü ilk dəfə eşidəndə televiziyada bir proqramda izləyirdim. Orada deyilənlərə gülmüşdüm. Bir ildən sonra İslam sözünü yenidən eşitdim. Bu dəfə işlədiyim xəstəxanada bir ər-arvad gəldi və yanlarında qoca bir qadın var idi, xəstə idi. Qadın orada oturdu, kresloda. Yəni, qadını da otuzdurdular. Qadının yanında bir kişi var, əri və bir də qadın var. Başqa bir, yəni, həmən kişinin həyat yoldaşı. Deməli, qaynanasını xəstəxanaya gətirir həmən qadın. Və mən gördüm ki, qadının üzərində bir yorğunluq var, xanımın, kədər var. Fürsətdən istifadə edib ona sual verdim. Mənə dedi ki, başqa bir ölkədən ərinin anasının müalicəsi üçün buraya gəliblər. Qadın mənimlə danışırdı, ağlayırdı və ərinin anasının sağalması üçün dua edirdi. Onu bu qədər narahatlığına təəccübləndim. Öz qaynanası üçün belə yanıb yaxılırdı. Öz-özümə düşündüm. Bəs mənim anam hanı? 4 ay əvvəl anamı görmüşdüm, ona bir hədiyyə etmişdim. Amma o gündən bəri anamı nə ziyarət etmişəm, heç telefonla belə danışmamışam. Bu qadın isə öz ərinin anası üçün uzaq ölkədən bura gəlir, mən isə öz anamı ziyarət etmirəm. Bu qadın, bu davranış əsl ana sevgisidir. Bəs mənim ərimin anası olsaydı, qaynanam, mən necə davranardım? Mən bu iki həyat yoldaşının davranışı çox heyrətləndirdi. Xüsusən də ananın vəziyyəti ağır idi, o ölümə daha yaxın görünürdü. Qadının qaynanasına olan qayğısı və sevgisi sanki öz anasına etdiyi kimi idi. Özünü yormasına baxmayaraq, yenə də ərinin anasının xidmət edirdi. Bunu niyə edirdi? Bu qədər fədakarlığın səbəbi nə idi? Artıq beynimi başqa heç bir şey məşğul etmedi. Yalnız bu mövzu haqqında düşünürdüm. Öz-özümə təsəvvür etdim. Əgər bu qadın mənim anam olsaydı, o necə sevindirərdi onu? O zaman deyir, düşündüm ki, həqiqətən də burada bir sir var. Baxın, onlara zənglər gəlir, onlar xidmətində dururlar. Bir gün gözləm otağında idim. Qadının tək olduğunu gördüm və bundan istifadə edib onunla söhbət etmək istədim. Valideynlərə hörmətin İslamda nə qədər böyük bir haqq olduğunu, İslamın insanlara bunu necə öyrətdiyini mənə izah etdi. Həmçinin yaşlı insanlara necə rəftar etməyim lazım olduğunu izah etdi. Bir neçə gün sonra qoca qadın vəfat etdi. Onun oğlu və gəlini körpə uşaqlar kimi hönkür-hönkür ağladılar. Mən bu ər-arvadı və onlara İslamda valideynin haqqı barədə danışdıqlarımı heç vaxt unutmadım. Sonra yaxınlardakı İslam mərkəzlərinin birinə kitab sifariş etdim valideynlərin haqları barədə. Onu oxuyandan sonra uzun müddət təsir altından çıxa bilmədim. Hətta yuxularımda belə özümü ana kimi görürdüm. Sanki uşaqlarım məni sevir, mənə qayğı göstərir. Ömrünün son anına qədər məni tək qoymurdular. Və bunu heç bir qarşılıq gözləmədən edirdilər. Bu yuxu mənə elə gözəl təsir etdi ki, İslam haqqında heç bir şey bilmədən, yalnız valideynlərin haqqını öyrəndiyim üçün müsəlman olmağa qərar verdim. Allah həmd olsun ki, müsəlman bir kişi ilə evləndim, övladlarım oldu. Onlar üçün daim hidayət, düzgün yol və yaxşılıq diləyirəm. Baxın, bir insanın İslamı sevib nəyə görə? Valideynlərə olan hörmətə görə. Baxın, dinimiz nə qədər önəm verir valideynlərə.